Allah insana sayıla bilinməsi mümkün olmayacaq qədər məhdudiyyətsiz nemətlər verib, Allah bunun qarşılığında da insandan sadəcə şükr etməsini istəyir. Həzrət Əli əleyhissalam buyururdu ki, Allaha şükr etmək onun haram buyurduqlarından çəkinməkdir. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Mənəvi dəyər proqramını izləyirsiniz 114 TV-nin efirində. Bugün şükür barəsində söhbətimiz olacaq. Həm söhbətim, dəyərli qonağım, ilahiyyatçı Fərid Qasımzadədir. Salamlayıram sizi, xoş gəlmisiniz, xoş gördük. Mən sizə belə bir sual vermək istəyirdim. Şükrün insan həyatında təsirləri nələrdir? Biz şükür etməyi çox vaxt sanki adiləşdiririk. Şükür etmək həyatımızda nə qədər önəmlidir? Şükür barəsində bəzi düşüncələrimiz yanlış formalaşıbmı? Bax, bu əhəmiyyətli bir sualdır. Buna istərdim cavab verəsiniz inşallah. Buyurun. Aleyküm salam və rəhmətullah. Mən də sizi salamlayıram. Diqqətiniz üçün təşəkkürümü bildirirəm. Çox əhəmiyyətli bir mövzudur. Şükür etmək insan həyatının ən əsas mövzularından biridir. Qur'an-ı Kərimə də baxsaq, Qur'an-ı Kərim insana xatırladır ki, Allah insana sayıla bilinməsi mümkün olmayacaq qədər məhdudiyyətsiz nemətlər verib, Allah bunun qarşılığında da insandan sadəcə şükr etməsini istəyir. Halbuki bu şükrə Allahın ehtiyacı varmı? Xeyr, yoxdur. Bu şükrün özünün də insana və onun həyatına əsaslı təsirləri var. Qur'an-ı Kərim bildirir ki, Allah Müteal İbrahim surəsində Bismillahirrahmanirrahim Ləin şəkərtum ləəzidənnəkum və ləin kəfərtum innə azabi ləşədid. Allah buyurur ki, əgər şükr etsəniz, sizə olan nemətimi artıraram. Yox, əgər nankörlük etsəniz, küfr etmiş olsanız, mənim əzabım şiddətlidir. Allah Müteal insana xatırladır ki, şükr edə bilmək çox xüsusi bir məsələdir. Hamı şükr etməyi bacarırmı? Xeyr, bacarmır. Sizin də sualda qeyd etdiyiniz kimi, əslində şükr etmək çox təəssüf ki, bəzi hallarda, hətta bir çox hallarda adiləşdirilmiş bir mövzuya çevrilib. Yəni, bir var, həqiqətən də sən şükr edərkən, bunu öz varlığınla, bütünlüyünlə edəsən, bir də var ki, yox, bunu sadəcə söz kimi deyirsən. Bizim təəssüf ki, şükürlərimizin də bir çoxu sadəcə sözdür. Təəssüf ki, bizim dualarımızın da bir çoxu sadəcə vərdiş etdiyimiz sözlərdən ibarətdir. Yəni, biz onu bütün varlığımızla hiss etmiş olmuruq. Əgər bütün varlığımızla hiss etsək və Allaha şükr etməyi bacarsaq, onda bizim daxilimizdə də mənəvi halımız tarazlaşmış olacaq. Biz buna bir o qədər də diqqət etmiş olmuruq. Allah Müteal Qur'an-ı Kərimə baxsanız, Qur'an-ı Kərimdə Allah buyurur ki, Fəzkuruni əzkurukum vəşkuru li və la təkfurun. Məni xatırlayın ki, məni zikr edin, yada salın ki, mən də sizi yada salım. Mənə şükr edin, küfr etməyin. Şükür etmək yəni bu qədər önəmlidir ki, Allah insana bildirir ki, mənə şükr edin. Sual çıxır. Şükrün həyatımıza təsirləri varmı və yaxud dediyiniz kimi, varsa nədən ibarətdir? Şükrün insan həyatına maddi və mənəvi baxımdan bir çox təsirləri var. Birinci, şükr etmək o deməkdir ki, mən varam. Yəni, ilahi, mən sənə şükr edirəm, öz varlığımı hiss edirəm. Yəni, mənə vermiş olduğun nemətləri də hiss edirəm. Bununla da sənə öz təşəkkürümü bildirirəm. Bu birinci təsirdir. Digər təsirləri də əlbəttə insanın həyatına psixoloji baxımdan da təsirləri var şükr etməyin. İnsan əgər narazı olarsa, bu narazılıq şuuru onun həyatının bütün müstəvisinə yayılmış olacaq və insan xoşbəxt olmağı bacarmayacaq. Və həmişə narazı olan insanı heç bir şey qane edə bilməz. Nəyə görə? O əldə etdikcə nemətləri, o nemətlərdə gözü olmaz. Əldə edə bilmədiklərinin məyusluğunu çəkər. Amma şükr etmək buna imkan vermir. Və şükr etmək əslində bir mənada siz insan görə bilərsiniz ki, onun pulu çoxdur. Amma o xoşbəxt deyil. Əksinə naşükürdür. İnsan da görə bilərsiniz ki, onun maddi baxımdan imkanı digərindən azdır. Amma o daha xoşbəxtdir, daha huzurludur, daha şükr edəndir.
Bəzən belə insanlara el arasında deyir, bu arsızdır, biraz Bəli, yaxşı ifadə bəli. deyil. Arsız deyil, dünya aləm vecinə deyil. Yəni bu vəziyyəti ilə yenə də deyib gülür. Bəli. Bu cür yanaşırlar da. Yəni Amma Allah yanında isə əksinədir. Allah deyir ki, şükr etmək əslində insanın əlindəki nemətin çoxluğuna, azlığına baxmır. Mövla Həzrət Əli əleyhissalam buyururdu ki, nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə nemətin əsas hissəsini özünüzdən uzaqlaşdırmış olmayın. Yəni şükrün həm də insana yeni nemətlər gəlib çıxması üçün çox önəmli bir təsiri var. Aha, bu yəni əldə olan nemətlərə görə bir var şükür edəsən. Bəli, bir də var ki, yeni nemətlərin əldə edilməsi üçün də vacib sayılır. Bəli. Şükür sadəcə nemətin təşəkkürü deməkdir, ya bayaq dediyimiz kimi yeni nemətlərin əldə edilməsi üçün vacibdir şükür edəsən. Şükrün bir çox insan həyatına ki təsiri var. Elə birinci nemətin təşəkkürüdür. Amma sadəcə nemətin təşəkkürü deyil. İlahi, sənə həmd olsun ki, mənə nemət vermisən. Amma eyni zamanda bayaq qeyd etdiyimiz kimi ayə deyir ki, Allah Müteal buyurur ki, "Lə in şəkərtum ləəzidənnəkum." Şükr etsəniz, sizin üçün nemətlərimi artıraram. Yəni şükür həm Allaha təşəkkürdür, həm də yeni nemət deməkdir. Həzrət Musa əleyhissalam bir gün Allah Mütealla münacata gedərkən bir imkansız şəxs onun qarşısına çıxır bir insan. Deyir ki, ey Musa, hara gedirsən? Deyir, Allahla münacata gedirəm. Deyir, bax, mənim heç bir şeyim yoxdur. Heç əynimə geyinləsi bir şeyim yoxdur. Allaha bildirərsən ki, mənə bir qədər nemət versin. Deyir, bildirərəm. Bir qədər də yol gedir, bir imkanlı şəxs çıxır onun qarşısına. Deyir ki, ey Musa, hara gedirsən? Deyir, Allahla münacata gedirəm. Deyir, Allaha xahiş edirəm, bildirərsən ki, mənə o qədər nemət verib. Bu nemətlər mənim üçün kifayət edər. Daha çoxunu istəmirəm. Bu qədər bəs eləyər. Həzrət Musa bildirir ki, bunu da bildirərəm. Allah Mütealla münacat etdikdən sonra Allah bildirir ki, o iki bəndə ki, sənə dedi, mənə deyəsən. Birincisinə deyəsən ki, o heç bir şey imkanı olmayan şəxsə deyəsən ki, o mənə şükr etsin. Şükr etsə, mən ona nemət verərəm. İkinci o imkanlı şəxs ki var, onun hər şeyi var, ona deyərsən ki, o mənə şükr etməsin, mən ona nemətimi azaldaram. Həzrət Musa da geri dönəndə heç bir şey geyinməyə belə imkanı olmayan o şəxsə deyir ki, Allah dedi ki, o şükr etsin, mən ona nemət verərəm. Həmin adam da deyir, mən nəyə şükr edeyim? Mənim heç nəyim yoxdur ki, şükr edim. Mən şükr etməyəcəm. Həzrət Musa da deyir ki, sən şükr etməsən, nemət gəlməyəcək. Deyir, gəlməsin, mən onsuz da heç nəyim yoxdur. Yəni, qəbul etmir ki, mümkün deyil ki, mənim onsuz da heç nəyim yoxdur. Elə düşünür ki, şükür yalnız nemət verilən şəxsə aiddir. Məlum olur ki, əksinə. İkinci şəxsə də deyir ki, Həzrət Musa, sən şükr etməyi dayandırsan, Allah buyurdu ki, mən nemətimi dayandıraram. O da buyurur ki, mən şükr etməyi necə dayandıra bilərəm? Allah mənə bu qədər nemət verib. Eyni məsələdir. Amma görürsüz, fərqli düşüncələrdir. Birincisi düşünür ki, mən nəyə görə şükür edim? Mənim heç nəyim yoxdur. Halbuki şükür yeni nemətin verilməsi deməkdir. İkincisi də bildirir ki, mən necə şükür etməyə bilərəm? Allah mənə bu qədər nemət verib. Yəni şükür həm təşəkkür deməkdir, həm də yeni nemətin gəlməsi deməkdir. Amma bəzən şükrü biz doğru yerinə yetirmirik. Bir alimlərdən biri qeyd edirdi ki, deyirdi ki, mən bircə dəfə əlhamdülillah sözü ki istifadə etmişəm. Deyirdi, mən 30 ildə ona görə istiğfar edirəm. Onu sual verirlər ki, necə ola bilər ki, əlhamdülillah deyərsiniz, hələ üstünə neçə illərdə istiğfar edərsiniz. Deyir, mənim bazarda bir yerim vardı. Mən günlərin bir günü eşitdim ki, bəs bazarda yanğın çıxıb. Tez tələsik getdim ki, görəsən mənim yerimə bir şey olub-olmayıb. Çatanda gördüm ki, digər yerlərdə o yanğın başladı gedir. Yanır. Mənim dükanımdan başqa. Bircə mənim dükanımdan başqa. Baxdım, dedim ki, əlhamdülillah. Ki, mənim malıma heç Allah hamd olsun ki, mənim yerimə heç nə olmayıb. Birdən qəfil ayıldım ki, bu nə deməkdir? Yəni, mənim yerimə heç nə olmayıb. Bəs məndən digərlərinin halı mənim üçün maraqlı olmalı deyil. 30 ildə ona görə Allaha istiğfar edirəm. Həqiqətən də şükr edərkən də insan diqqətli olmalıdır. Bizim bəzi ifadələrimiz ifadə olaraq doğru olur, amma yer olaraq doğru olmur. Biz bəzən də Allaha necə şükr edirik?
Bir çoxumuz Allaha o vaxt şükür edirik ki, bizim istədiyimiz olur. İstədiyimiz olmayanda təəssüf ki, biz Allahdan da bir halda sanki incimiş oluruq. Həzrəti Loğmanın barəsində belə bir rəvayət var ki, həmişə öz sahibi ilə qarpız yeyərmiş, qarpızı kəsərdi sahibi, birinci ona verərmiş. Həmişə də qarpız şirin olarmış. Bir dəfə də qarpızı kəsir sahibi, birinci dilimini verir Loğmana. Loğman əleyhissalam da ondan dadanda görür ki, bu qarpız xarab olub, dadı yoxdur. Amma heç nə demir. Sonra eyni dilimdən sahibi sonra yeyəndə, sahibi görür ki, bu çox dadsızdır. Loğmana deyir ki, axı sən görmədin ki, bu dadsızdır və sən necə onu davam edirsən yeməyə, niyə demədin? Həzrəti Loğman deyir ki, nə olar ki, bir dəfə də dadsız olsun. Amma biz həyatla belə davranmırıq. Biz deyirik ki, həmişə həyatımızda hər şey gərək dadlı olsun. Bütün hadisələr də bizim istədiyimiz kimi olsun ki, onda Allah, bəlkə sənə şükür elədim. Sanki Allahla da saziş halına giririk. Halbuki Allah Müteal axı bizə qarşı necə məhdudiyyətsiz rəhmət və mehribanlıqla rəftar edir, onu unutmuş oluruq. Bir də şükrün əməli hissəsini unuduruq. Şükür sadəcə axı sözlə olmur. Həzrət Əli əleyhissalam buyururdu ki, Allaha şükr etmək, onun haram buyurduqlarından çəkinməkdir. Bir tərəfdən Allaha şükr edək, o biri tərəfdən elə haram işlərə davam etmiş olsaq, axı bu şükür demək deyil. Yəni şükür sadəcə sözlü deyil. Bir də xüsusən buna diqqət etməliyik ki, şükür sadəcə ilahi sənə şükr edirəm şəklində olmur. İmam Səccət əleyhissalam buyurur ki, qiyamətdə Allah Müteal deyəcək ki, filan kəsə, bəs sən nəyə görə mənə şükr etmədin? O deyəcək ki, Allah Müteal buyuracaq ki, sən filan kəsə nəyə görə təşəkkür etmədin? Həmin bəndə deyəcək ki, qiyamətin günü deyəcək, ilahi, mən sənə şükür etdim. Allah buyurur, axı ona sən təşəkkür etmədin. Deyir, axı mən sənə şükür etdim, ona təşəkkür etmədim, sənə şükür etdim. Allah buyuracaq ki, ona təşəkkür etmədiyin üçün mənə də şükür etməmisən. Ağa, ardıca da buyururdu ki, İmam Səccət əleyhissalam, insanların ən çox Allaha şükür edəni, insanlara təşəkkür edənidir. Görün Allah necə bu məsələyə geniş yanaşır. Yəni, bəli, şükür həm Allaha təşəkkürdür, həm də yeni nemətin bizə doğru gəlməsi üçün ən mühüm amillərdən biridir. Bayaq dediniz o Musa Peyğəmbərin əhvalatında o kasıb yoxsul ki var idi, deyir, mən nəyə görə şükür etməliyəm? Bu günümüzdə də var, sizə də rast gəlib hər halda ki, yəni bəzi adamlar var, yoxsuldur, maaşı azdır, onlara şükür barəsində nəsə danışanda və yaxud eşidəndə, mənə harama yaraşır şükür edim, nəyimə şükür edim? Halbuki, bu birisi nəyə bənzəyir? Bəzən olur, övladın adını çəkirsən. Qızım, oğlum, adları ilə çəkirsən, deyir, nədir? Deyirəm, heç nə. İstəyirəm adını çəkəm də. O adı çəkməkdə də bir dad var, bir ləzzət var da. İndi o, bəzən olur ki, o cavanlar, sevgililərlə bir-birinin adını çəkir. Deyir, niyə çağırdın mənə? Deyir, heç nə, adım mənə xoş gəlir də, adını çəkmək mənə zövq alıram bundan. Yəni, həyatda var bu kimi belə bir şeylər, nümunələr. Allahı da zikr etmək, Allaha da şükür etmək, yəni yoxumdur şükür etməyim deyil də burada. Yəni Allahın qapısını daimi döyəsən, onun müxtəlif adları ilə, Əsmaül Hüsna ilə, digər adlarla ki, yəni mütləq deyil də nəsəs yağbal içində yaşayasan, var dövlət içində olasan ki, sən şükür eləyəsən, da o biri sinif qalsın desin. Biz təəssüf ki, sizin sözü qüvvət bir qədər kapitalist zehniyyəti təəssüf ki, bir çox insanların dini həyatına da təsir edir. Sirayət edib. Onlar Allahla daha çox alış-veriş şəklində münasibət qururlar. Allah ki, Qurani Kərimdə buyurur, qalilən mə təşkurun, az şükür edir insanlar. Bir ayədə deyir ki, və qalilun min ibadiyə şəkur, insanların az bir qismi şükür edəndir. Allah Müteal'la siz çox doğru qeyd etdiniz. Əksərhum la yəşkurun. Bəli, bir çox ayələr var. Allah Müteal da insanların çoxu bu cür davranır ki, gərək mənim hər şeyim olsun, mən şükür edim. İndi bir etiraf edək ki, axı bizim huzurumuz... Çox üstürəm, Hədmədim. Və bu insanlarla da münasibətdə belədir. Gərək o mənə salam versin ki, mən salam vereyim. O mənə yaxşılıq eləməlidir ki, mən də ona yaxşılıq eləyim. Bütün münasibətlər, bəli, burada, əlbəttə biz əgər Allaha qarşı bir insan belə davranırsa,
digər insanlara qarşı Təbii, əlbəttə belə təbii, davranacaq. təbii. Allahla münasibətdə də insanlar təəssüf ki, bir çox hallarda bu cür yanaşırlar ki, mənim hər şeyim olsun. Təcrübə bunu göstərir ki, hər şey olan insanların nankorluq dərəcəsi daha çox olur. Amma əslində də belə deyil. Bizim huzurumuz şükürdən asılıdır ki, şükür bizim daxili halımızı tarazlaşdırmış olur və şükür bilirsiniz necədir? Allaha gərək biz belə yanaşaq ki, ilahi, sənin mənim üçün verdiyin ən yaxşıdır. Ola bilər mən onun ən yaxşı olduğunu indi anlamıram. Amma bizim etiqadımız budur ki, ilahi, sən ən yaxşısını mənə vermisən və verməmisənsə əgər nə isə, bu da mənim üçün ən yaxşısıdır. Biz bilirsiniz, hələ də biz Allahın bizi bu qədər sevdiyinə sanki inana bilmirik. Doğru. Təəssüf ki, buna inana bilmirik ki, ilahi, sən məni bu qədər təmənnasız sevirsən. Ona görə. Bəli. Fərman, çox az vaxtımız qalıb. Şükür sadəcə nemət üçün edilməlidir, yoxsa hər bir hal üçün şükür etməliyik? Hər bir hal üçün cavab verin, qısa olaraq. Hər bir hal üçün Allaha şükür etməliyik. Biz həyatımızın sadəcə bu gününü görürük, qarşıdakı günləri də Allah biləndir. Bizim bütün hallarımız Allah tərəfindən bilinəndir və bilirsiniz, bir hədisdə inşallah Həzrət Peyğəmbər sallavatullahdan qeyd edim ki, Həzrət buyururdu ki, "Mə fətəallahu alə abdin bəbə şükrin fəxəzənə anhu bəbə ziyadə." Kimin ki üzünə şükür qapısı açılmış olsa, nemətin bolluq qapısı onun üzünə bağlanmış olmaz. Yəni şükür hər bir hala aiddir və xüsusən də Allah insandan istəyir ki, nələr ki bizim istədiyimiz kimi olmayanda cəsarət budur ki, şücaət budur ki, onda Allaha şükür edək ki, ilahi, hər şey mənim istədiyim kimi olmasa da mən yenə sənə şükür edirəm. Çünki bilirəm ki, sən hər bir şeyin yaxşısını mənim üçün edənsən. Çox gözəl. Bu qədər qısa bir vaxtda şükürün tərifini bax belə gözəl etmək həqiqətən də ustadlıq tələb edir. Allah razı olsun. Əzizimiz, var olasınız. Əziz və möhtərəm izləyicilər, Allah sizi qorusun. İnşallah növbəti həftəyə qədər sizdən ayrılırıq. Sağ olun, var olun.